Salam uşaqlar. Bu gün Koderadan yazı işlərindən bir dənə sualın izahını verəcəyəm. Deməli, sualda bizdə soruşur, daxil edilmiş A birdən böyük olsun, B-dən kiçik olsun şərtini ödəyən A və B natural ədədlər. İki dənə ədəd daxil edirik, A və B natural ədədləri və həmin ədəd A ədədi birdən böyük olmalıdır, B-dən də kiçik olmalıdır. Deməli, bu ədədlər arasında A və B ədədləri arasında sayda olan ədədlərin sayını çap edən proqram deyil, Python dilində yaz. Deməli, daxil eləyək, A ədədini daxil eləyək. Int, input, A ədədini daxil et. Yazıram maraqlı çıxsın deyə, yəni yazmaya da bilərsiniz. Sonra şərtimizi verək, şərtimizi yoxlayaq. Əgər 1 kiçikdir A-dan, bu kiçikdir B-dən, onda print çapa versin nə? Çapa versin sadə AB. Mən funksiyanı yazacağam. Sadə AB-ni çapa versin. Yox, əgər bu şərtimiz ödəmirsə, print çapa versin, deməli, daxil edilmiş ədəd şərti ödəmir. Ədəd şərti ödəmir. Demək, funksiyamızı yaradaq. Funksiyamızı yaratmışdıq, adda sadə AB. Deməli, def, atar söz, sadə, lokal dəyişənlər x, y, x, y. Sonra bir dənə dəyişən götürək, sıfıra mənimsədək. Cəm dəyişəni götürdük, sıfıra mənimsədik. Sonra dövrə salaq, for, in, range, x-dən y plus 1-ə, çünki y-in özünü də götürmək istəyirəm. Şərtdə bizdə elə soruşur. Bir dəyişən də götürürəm, sıfıra mənimsədirəm. Deyəcəm nə üçün. Sonra indi biz həmin o ədədləri bir-bir, yəni ki, bu i-ni sadədirmi, onu yoxlamaq lazımdır. For, bir dənə də dövr yaradıram, sadəliyin yoxlanmaq üçün yaradılmış dövrdür bu. For j in range 2-dən int bu ədədin sadəliyini yoxlanmaq üçündür. İzah eləyəcəm necə bir metoddur. Çox qəşəng bir metoddur. 2-dən kök alıram, i-dən kök alıram. Üstünə də bir gəlirəm ki, bu ədədi də götürsün. Necə bir izah eləyirəm indi. Deməli, tutaq ki, bu riyaziyyatda da daha çox istifadə olunur. Yəni, istifadə eləyənlər var, eləməyənlər də var. Yəni, necə bir şeydir? Məsələn, tutaq ki, 17 ədədindən biz 17 ədədinin sadəliyinin yoxlanması istəyirik. Aşağı rəqəm deyirəm ki, yəni tez başa düşürsünüz. 17-dən kök alsaq, məsələn, neçə düşür? 4 tam neçə düşür? Biz onun tamını götürdük. 4. 2-dən 4-ə qədər ədədləri, məsələn, 17-ni 2-dən 4-ə qədər ədədlərə bölürük. Əgər bu ədədlərdən hər hansı birinə bölünürsə, birinə fərqi yoxdur. 17 2-yə bölünürmü? Yox. 3-ə bölünürmü? Yox. 4-ə bölünürmü? Yox. Bölünsə, deməli, bu ədəd mürəkkəbdir. Yox, bölünmürsə, deməli, bölünmür. Gəlin 18-i götürək, məsələn. 18, kök alsaq nə çıxır? 4, məsələn, tamını götürsək 4. 18-i 2-yə bölündü, deməli, bu ədəd mürəkkəb ədəddir. Başa düşdükmü? İstifadə edə bilərsiniz bu metoddan. Deməli, düşdük, şərtimizi yoxlayaq. Əgər i faiz j bərabərdirsə 0-a, deməli, bu ədəd mürəkkəb ədəddir. T-ni bir vaid artıraq. T plus bərabərdir 1. Burada bayaq götürmüşdüm, T-ni 0 götürmüşdüm, P dəyişəni. T-ni bir vaid artırdıq. T-ni bir vaid artırdıq. Deməli, bu ədəd mürəkkəb ədəddir. Yəni, x və y arasında biri mürəkkəb çıxdı. İndi bu şərti yoxlayırıq. If, insan cəmi artırmaq lazımdır axı.
Bunu artırmaq lazımdır. Sadədirsə artsın, sadə deyilsə artmasın, yerində qalsın. Deməli necə? T artıbsa deməli bu sadə deyil, mürəkkəbdir. Deməli T artıbsa deməli bir vahid artıb. T kiçikdirmi 1-dən? T 1-dən kiçikdirsə deməli bu sadədir. T 1 və ya 1-dən böyükdürsə deməli bu ədəd mürəkkəb. Deməli bizim nəyimiz? Cəm dəyişənimiz bir vahid artsın. Şu proqramımız demək olar ki bitdi. İndi qaytarmaq lazımdır proqramı. Nəyi qaytarsın? Cəmi qaytarsın. Gəlin proqramımızı yoxlayaq. 2 və 9 ədədlər arasında 2, 9. 2 ilə 9 ədədlər arasında 4 dənə sadə rəqəm var. Gəlin biraz da proqramımız daha başa düşülən olsun. Daha başa düşülən olsun. Gəlin belə eləyək. Məsələn, 2, 9 ədədlər arasında hansı ədədlər sadədir? Məsələn, belə bir şey də mən istəyirəm, lazım ki, başa düşülən olsun. Print i. Çapa getsin i. Çapa getsin i, ardıcıl getsin. Belə eləyək. Alt-alta getməsin. I and vergüllə. Vergüllə. Gəlin yoxlayaq. Sən 2, 9 ədədlər arasında 2, 3, 5, 7, 2, 3, 5, 7 sadə ədədlər.